Salam əziz müdavimlər, biz sizinlə bugün Cənubi Amerikanın daxili suları, çayları, gölləri haqqında məlumat verəcəyik. İlk növbədə bilməlisiniz ki, Cənubi Amerika materiki qədim materikdir, Gondvananın bir parçasıdır və materik belə deyək ki, fiziki quruluşuna görə az girintili çıxıntılıdır. Səbəb odur ki, materik qədimdir və Gondvananın parçasıdır. Daxili sularından bunu deyə bilərik ki, ən sıx çay şəbəkəsinə malikdir və planetin ən bol sulu çayı Amazon çayı elə Cənubi Amerikadan axır və Amazon çayının mənsəbi Atlantik okeanıdır. Amazonun uzunluğu Marañón və Ucayali çaylarının bir-birinə qovuşduğu yerin hesablanır. Əgər çayın mənbəyi Ucayalidən hesablansaydı, o dünyanın ən uzun çayı kimi qəbul edilərdi. Cənubi Amerikadakı Rio Negro çayı, biz buna deyirik qara çay, Amazonun ən uzun qolu hesab edilir. Mən dedikcə bunları siz qeyd götürün dəftərinizə. Amazon töküldükdən sonra Rio Negro'nun suları bir neçə kilometr Amazon suları ilə qarışmır və tünd rəngdə axmağa davam edir. Amazon çayı əsasən yağış suları ilə qidalanır. Səbəb nədir? Çünki Amazon çayı ekvatorial iqlimdədir və buna görə də bu çay yağış suları ilə qidalanır və bu çayın belə deyək ki, iqlim diaqramında həmçinin də çay rejimi dəyişmir. Çünki ekvatorda olan çaylar hər zaman daimidir, fəsil üzrə eyni axırlar. Yəni burada bərabər olur yağıntı da, onların rejimi də. Çay il boyu bol sulu olacaqdır. Həmçinin də Amazon hidroenerji potensialı ilə zəngindir. Buna diqqət yetirin. Çayın üzərində ses olmur, lakin onun qolları üzərində bəndlər, seslər tikilir. Baxın, testdə sual salırlar ki, Amazon çayın üzərində ses var. Deyəsiniz, xeyr, bu yanlışdır. Amazon üstündə yox, Amazonun qollarında var su elektrik stansiyası. Həmçinin onun eni, dərinliyi, il boyu boslu olması Amazon üçün nədir? Gəmiçilik üçün əlverişlidir. Nəhəng okean gəmiləri çaya daxil olur və mənsəbdən, yəni çayın töküldüyü yerdən 150 kilometr məsafədə yerləşən Manuas limanına qədər qalxır. Baxın, sual versilə bilmək lazımdır ki, Manuas limanı hardadır? Amazon çayındadır. Həmçinin Amazon çayı necə çaydır? Estuarili çaydır. Amazonun bir önəmi də buradadır ki, orada endemik, nadir, heyvan, bitkilər yaşayır. Amazon çayının ən məşhur canlısı anakondadır, böyük yılandır bu. Həmçinin burada pirana balığı, piraruka balıqları mövcuddur. Dünyada Victoria Regi adlanan böyük, belə deyək ki, gül də elə bu çayda bitir. Materikin digər saylarından danışacağıq, lakin Amazon haqqında bunu bilməlisiniz ki, biz Amazonu qollarına qədər ayırmalıyıq. Yəni, sual düşə bilər ki, Amazonun sağ qolu, sol qolu, bunlar vacibdir və mütləq şəkildə bilinməlidir. Siz ilk növbədə bu cür başa düşün bunu. Ən uzun qolu bildik ki, Rio Negro'dur, lakin Madeira, Tapajos, Xingu, Tocantins, baxın, bunlar nədir? Amazonun qollarıdır. Yəni, sual düşsə, bilin ki, bunlardır. Sual verə bilərlər ki, ən uzun sağ və sol qollar. Baxın, sol desə götürəcəksiniz Rio Negro'nu, sağ ama Madeira'da. Bəlkə də işləmişsiniz, Madeira mebel. Baxın, o mebel buradan gətirir, Amazon, meşə, taxta şalban, bu cür kodlaşdıran. Ucayali, Marañón, bunlar da heç bilirsiniz. Həmçində Marañón və Ucayali qolları hardandır? Ant dağlarından başlayır. Bunları da diqqətə saxlayın və sual düşə bilər ki, Amazon hansı qollarıdır ki, Giyasin kanaldan başlayacaq, hansıdır? Marañón və Ucayali qolları. Bu çaylar mütləq şəkildə Giyasin kanaldan başlayır. Amazonun özü də mənsəbi estuari yaradır, Atlantik okeanına tökülür, heç bir körfəzə tökülmür. Birbaşa okeana tökülən çaydır, Manuas limanı var. Bu dediklərimi bilsəz, mükəmməldir. Magdalena çayı var. Magdalena çayı özü töküləcək Karib dənizinə. Kolumbiya ərazisindən axan bir çaydır. Magdalena çayı da başlayır hardan? Ant dağlarından. Sadə bir çaydır, ona görə çox qeyd eləmirəm. Sadəcə kitabda verilən məlumat nəsə onu veririk ki, siz imtahana düşə bilər. Keçək indi biz Parana çayına. Parana çayı tez-tez sual salınan çaylardandır. Onu bilmək lazımdır ki, Parananın mənbəyi Braziliya yaylasıdır və bilin, Braziliya yaylası qədim platformadır. Baxın, cavan götürməyəcəyik. Yayladır, qədim platformadır. Cənuba doğru axaraq subekvatorial, tropik, subtropik iqlim quşaqlarından keçir. Bunlara diqqət yetirin. Baxın, biz dedik Amazon ekvatorialdan axır, lakin Amazonun da mənsəbi subekvatorialdır. Bunu qeyd götürün bu dediyim cümləni.
Ola bilər sizə iqlimlə qarışıq verə bilərlər bunu. Amazonun da mənsəbi hardadır? Subekvatorialdadır. Eləlikcə Parananın da mənbəyi başlayacaq subekvatorialdan, mənsəbi subtropik iqlimə. La-Plata körfəzinə tökülür. Parana çayının Braziliya və Argentina iqtisadiyyatında çox böyük rolu var. Çay təsərrüfatı rolu yalnız enerji istehsalı məhdudlaşmır. Burada ağac axıdılması, suvarma, balıqçılıq, nəqliyyat istifadə olunur. Keçən il miqə də salınmışdı ki, Parana çayı nə üçündür? Mütləq şəkildə imtahan da salınır bu. Ağac axıdılması çox böyük rolu var. Həmçinin üzərində Itaipu sesi var. Braziliya və Paragvay, üzülü sayın, Paragvay sərhədindədir. Parana çayı üzərindəki bu ses 20% Braziliyanındır. Bu çayın 90% isə, belə deyək ki, o enerjiyi ödəyəcəkdir Paragvayı. Yəni, burada mütləq şəkildə bilmək lazımdır ki, üstünlük daha çox Paragvaya məxsuslu bir taypu sesini, elektrik enerjisində istifadə olunur. Həmçinin Parana çayının İguasu qolu üzərində İguasu şəlaləsi yerləşir. Məşhur şəlalədir. Testdə verildiyi zaman bilməlisiniz. Cənubi Amerikada Parana çayının bildiyiniz ki, vacib cəhətləri nələrdir? La-Plata körfəzinə töküləcək, subekvatorial iqlimdən başlayır, Braziliya yaylasından başlayacaq, uzun bir çaydır. Həmçində Parana çayı üzərində İguasu şəlaləsi və Itaipu sesi yerləşir. Hətta sala bilərlər ki, hansı ölkələr deyəsiniz ki, Braziliya və Paragvay. Bax, bura kimi düşə bilər sizə sual. İndi keçək sizə Oronika çayından danışım. Oronika çayı yerləşir Gviana yaylasında. Bilməlisiniz, Gviana yayla sözü qədim yayladır. Oronika ovalığından keçərək Atlantik okeanına tökülür və delta yaradır. Baxın, Paranada Amazondur, estuaridir, amma delta yaradacaq hansı çay? Oronika çayı. Bunlara kimi diqqət yetirin. Dünyanın ən hündür şəlaləsi Anhel şəlaləsidir ki, o Oronika çayının üzərində yerləşir. Çay hövzə sıx meşələrlə örtülüb, subekvatorial iqlimdə yerləşir həmçinin bu çayda. Venezuelanın meşə məhsulları ixracatçısı olması da elə bu çayla əlaqədar. Çünki Oronikanın yerləşdiyi meşə, o çayın keçdiyi ərazi zəngin meşələrlə örtülübdür. Yəni, sual düşə bilər ki, nə üçün Venezuela meşə məhsulları ixrac edirsiniz ki, meşə ilə zəngindir. Anhel şəlaləsi həmçinin UNESCO-nun irs siyahısına daxil və Kanayin Milli Parkında yerləşir. Bu da salına bilər sizə. Kanayin Milli Parkı Venezuelada yerləşir və burada məşhur Anhel şəlaləsi var. Hər il bura milyardlarla turist gəlir. Cənubi Amerika çaylarının əksəriyyəti Atlantik okean hövzəsinə aiddir. Lakin təkcə Atlantik yox, elə Sakit okean tökülən çayları var. Yəni, bu materiki qərbdən şərqə doğru meyilli və Ant dağları Atlantik və Sakit okean arasında su ayrıcı əlaqələndirir. Burada materikdə sakit tökülən iri çay mümkün deyil. Lakin kiçik də olsa çaylar var. Yəni, demək bilmərik ki, yoxdur. Var. Sadəcə bütün hər şey kitabda yazılmadığı üçün. Çünki bizə Cənubi Amerika haqqında müəyyən bir məlumat verilir. O ölkədə yaşayan, o ölkənin coğrafiyasını öyrənən insanlar bilir ki, var. Sadəcə orada axan uzun çay yoxdur. Bunu bilmək vacibdir. Ümid edirəm ki, siz başa düşdünüz Cənubi Amerikanın daxili suları. Çox çətin deyil, çox rahatdır. Burada bir dənə də sizə bir təchizatı öyrətməliyik, su təchizatı. Ya da saxlayın. Bu ölkələrdən bəziləri su təchizatına görə çox zəngindir, bəziləri daha zəifdir. Burada biz kub metrini hesablayırıq il ərzində onların su təchizatını. Məsələn, Guyana, Surinam, Gviana və bu ölkələri siz tapırsınız. Bu ölkələrdə 100-dən artıqdır. 50-100 arası Venezuela, Boliviyadır. 25-50 arası Ekvador, Çili, Peru, Braziliya daha zəifdir. 10-25 Argentinadır. Çünki Argentinada biz demişdik ki, nə var? Burada daha çox quraqlıq olur. Soyuq cəryanın keçməsi də burada su ehtiyaclarının, su təchizatını zəiflədir. Bunu bilmək vacibdir. İndi biz keçək Cənubi Amerikanın göllərinə. Ən məşhur gölləri Maracaibo və Titicaca'dır və daha çox bunlar düşür. Sizə test veriləni bilmək lazımdır ki, Maracaibo və Titicaca gölləri hardadır? Titicaca gölü Cənubi Amerikanın endemik heyvanı olan lama, buna alpaka da deyirlər bu heyvana. Hündür dağ gölüdür. Tektonik mənşəli Titicaca gölü, həmçinin Titicaca gölü Peru və Boliviya sərhədində yerləşir. Boliviyanın xüsusi, biz bir də demişdik ki, bunu irəli dərslərdə demişik, sadəcə yenə də bilmək lazımdır. Boliviya özü dənizə çıxışı olmayan ölkədir, lakin Titicaca gölündə o nə saxlayır?
dəniz sərhədi olur ki, yəni yoxdur deyə o dəniz qüvvələrini saxlayır elə Titicaca gölündə. Hündür göldür, dünyanın ən hündür dağ gölü Titicaca gölü. Bunu bilməyiniz vacibdir. Bir də keçək Maracaibo gölünə. Maracaibo gölü materikin şimalında yerləşir. Ensiz, Dayaz kanal vasitəsilə Venezuela körfəzi və Karib dənizi ilə birləşir və göl adlanır. Cənubi Amerika ən iri gölüdür və burada Catatumbo çayının Maracaibo gölünə töküldüyü yerdə il ərzində çoxlu şimşək çaxır. Bu hadisə Ant dağlarından gələn hava kütlələri ilə bataqlıqdan çıxan metan qazının toqquşması ilə izah olunur. Şimşək 400 km uzaqlıqda görünür və həmçinin ətrafdakı ərazilər üçün təbii mayak rol oynayır. Göl Venezuela iqtisadi çox böyük rol oynayır. Həmçinin burada zəngin neft və qaz çıxarılır. Baxın, Maracaibo gölü Venezuela üçün çox əhəmiyyətlidir, vacibdir. Neft çıxarılır, mayak rolunu oynayır və Catatumbo mövcud. Həmçinin burada Catatumbo çayı da var. Baxın, o çay tökülür. Sual ola bilər ki, deyəsiniz ki, ax müəllimə, çox əlaqəsi var bunun dənizlə. Amma yenə də bu göl adlanır. Bəli, Maracaibo özü göldür. Sadəcə əlaqələnmə şəklinə görə bu cürdə verilə bilər kitablarda. Ümumilikdə biz bütün belə deyək ki, qollarını, çayları öyrəndik. Sizə bir dənə də məlumat verim. Parana çayı Paragvay çayı tökülür Paranaya. Elə ikisi də P-la başlayır. Paragvay töküləcəyi Paranaya, bir də Uruguay çayı var. Uruguay çayı töküləcəyi birbaşa La Plata körfəzinə. Yəni bunu bilməyimiz daha rahat olar bizim üçün. Sonra sual düşə bilər ki, Salinas Chicas. Bəli, Salinas Chicas gölü, Popo gölü, Titicaca, Maracaibo hamısı aiddir hara? Cənubi Amerika. Lakin daha çox düşür hansı suallar? Maracaibo və Titicaca. Sadəcə Poponu da bilin ki, dağ gölüdür, Ant dağlarındadır. Titicaca və Popo Ant dağlarına məxsus dağ gölləridir. Patos gölü var, sonra Buenos Aires, San Martin, Viedma, bu kimi göllər də var. Sadəcə bizim qəbul testimizə, qəbul proqramımıza düşən çaylar göllər bunlardır deyə biz bunları deyirik. Sadəcə əlavə məlumat üçün mən sizə deyirəm. Çünki bizi izləyən müəllimlər də var, sertifikasiya hazırlaşanlar da var. Yəni əlavə bilmək bizim üçün vacibdir. Ona görə də bunları da qeyd edirəm ki, bizim üçün əsas vacib qeydlər kimi sıralana bilər.